Kimin ürəyində nur yoxdur, necə olur? Kimin ürəyində nur yoxdursa, sevgi əvəzinə nifrət yaranır belə adamlarda. Allah'ın da olsun belədir. Sevgi əvəzinə nifrət yaranır. Heç nədən. Niyə nifrət edirsən? Heç nədən. Heç nə eləməyib mənə, yaxşılıqdan başqa, heç nə. Amma mən ona nifrət edirəm. Niyə? Niyə? Ona görə ki, kim onu görürsə, içi qaynamağa başlayır. İçi təmizdirsə, qaynayıb fəzilətləri üzə çıxardır. İçi çirklidirsə, qaynayıb çirkinlikləri üzə çıxardır. O daha yaxşı olduqca daha çox nifrət edir ona. Səbəbsiz kin. Səbəb heç bir sosial səbəb yoxdur. Heç bir ictimai səbəb yoxdur. Səbəb içdir, iç daxildir, daxilin vəziyyətidir. Ona görə övliyalarla düşmənçiliyə, bu hamının beynində belə var ki, Həzrət Əli ilə nəsə çətin idi. Kim deyir çətin idi? Hansı şeytan bizim qulağımıza o sözü vəsvəsə eləyib, pıçıldayıb? Heç bir çətinliyi yox idi. İmam zamanla da rahat olacaq. Cəmaatın dininin, belə demək, nadzoru deyil onlar. Cəmaatın xoşbəxtliyinin teşnəsidir. 100 dənə günah eləyərsən, göz yumar, əlindən tutar. Onlarla çətin filan deyildi. Heç cür çətin deyildi. İç məsələsidir bu, daxili məsələdir, qəlb məsələsidir bu.